Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayra mübeddel eylesin. Ne İslami arzularınız var Ehl-i Beyt'e, 14 Masuma Kerbela şehirlerine hatır Allah Teala icabet etsin. Bugünkü günler bildiğiniz gibi Eyyam-ı Fatime günleri sayılır. Yani noyabrın 3'ü, 4'ü ve 5'i bir xəbərə görə isə Fatimə Zəhra Salamullah Aleyhanın şəhadət günüdür. İkinci əzadarlıq, yəni Fatimə Zəhra Salamullah Aleyhanın şəhadət günü noyabrın 23'ü, 24'ü, 25'i tarixində olacaq. Allah Teala bizləri xanım Fatimənin davamçılarından qərar versin. Allah Teala Fatimə Zəhra Salamullah Aleyhanın məhəbbətin dünya və ahirətdə qəlbimizdən çıxartmasın. Qiyamətdə onun Əhl-i Beytin nurlu surətlərini bizə görməyi nəsib etsin. Bilirəm ki, İmam Hüseyin əleyhissalamın söhbətini dinləməyə aşıq olanlar indi söhbətin davamını səbirsizliklə gözləyirlər. Allaha min şükürlər olsun ki, hələ ölməmişəm. Nə qədər ölməmişəm, nəfəsim gedib gəlir. Allahın köməyi ilə imamın söhbətini sona qədər danışacağım. Amma and içirəm ki, insanın həyatında o qədər qarışıq işlər olur ki, adam sanki irəli getmək istəyir, amma mümkün olmur. Bəlkə də Allahın məsləhəti belə imiş ki, İmam Hüseyin əleyhissalamın söhbətini etmək Əyyam-ı Fatimə olan günlərə düşdü. Xülasə, inşallah bugün sizə İmam Hüseyin əleyhissalamın Kərbəlada Aşura günü atı Zülcənahın üstündən yerə düşməsi və şəhadəti haqqında danışacağım. Bənabər rəvayət Fütuhatul Qüdüs kitabında belə yazılıb. İmam Hüseyin əleyhissalam neçə həmlə edəndən sonra meydanda yalqız və susuz qalmışdı. O halda bir dərviş, bir kəşkül ağacdan qarılmış iri bir su qabına deyərlər. Su Həzrətə gətirdi. Həzrət suyu alıb yerə tökdü və dəvrişə buyurdu. Dünya suyundan mənim qismətim daha tamam olub və bil ki, su bizlərə qəhət deyil. Belə deyib bir səmti dərvişə göstərdi. Dərviş baxıb gördü, neçə su arxları o səhrada axır. O mədən-i mürüvvət və səxavət kəşkülü, yəni həmən su qabını qum ilə doldurub dərvişə verdi. Dərviş kəşkülün içinə baxdıqda gördü hamısı ləli, cəvahir, əbdar olub. Yəni ən yüksək keyfiyyətli, əla növ cəvahir olub. Həzrət o dərvişə buyurdu, apar öz istəklərin olan yerlərə məsrəf elə. Belə ki, mötəbər kitablarda nəql olunub ki, Təvus Yəmani deyir, İmam Hüseyin əleyhissalam hər vaxt bir qaranlıq yerdə əyləşəndə o büzürgüvarın mübarək alnından bir nur təlalu edirdi. Gün kimi işıqlanırdı və xalq o nur ilə bilirdilər ki,
bu şəxs İmam Hüseyin əleyhissalamdır və Rəsul-i Xuda dəfələrlə bir neçə dəfə o cənabın nurani alnından öpərdi və bağrına basardı. Bənabər rəvayət israr-ı şəhadə o büzürgüvar, yəni o böyük şəxsiyyət çox o məlunlarla döyüşdükdən sonra o məzluma adətə əsasən zəiflik və xəstəlik, halsızlıq bədəni şərifində hasil oldu. Bir qədər əl saxlayıb meydanda durdu ki, bir az rahat olsun. Bərəvayət bihar naga Əbul Xanuq Cəəfi Ləin bir ox kamanına qoyub o büzürgüvara tərəf atdı. O məlunun oxu göydə uçaraq gəlib o həzrətin mübarək alnına dəydi. Həzrət əl edib oxu çəkdi. Ah, o oxun yerindən qan, navalçadan axan su kimi axmağa başladı. Ağanın mübarək üzü və saqqalı qana bələşdi. Həzrət üzün dərgah-ı ilahiyə tutub ərz eylədi. Xudaya, sən görürsən, o zülümlər ki, bu asi, yəni günahkar bəndələrindən mənə yetişir. Xudaya, əbəda heç vaxt onları bağışlama və yer üzündə onlardan bir əhdi qoyma. Mütərcim buna görə deyirlər ki, qiyamətdə Adəmdən Xatəmə qədər bütün günahkar şəxslər ki, cəhənnəmə düşəcək, onlar hamısı öz günahlarının çəkilərində, cəhənnəmdə öz əzablarını çəkib, yenə də oradan nicat tapacaqlar. Amma onların alınlarında bir nişanə olacaq ki, onlar cənnətdə tanınsınlar. Yəni dünyada cinayətkar, günahkar olanla savab əhəlləri tanınsın. Əlavə bərin cənnət 8 təbəqə olduğu üçün cənnətdə düşən insanlar hər biri öz çəkisi dərəcələrində behişt əhli olacaqlar. Hələ bir alim və ya şəhid 5-ci ya 6-cı təbəqədə olsa, avamlar, sadə adamlar isə 2-ci, 3-cü təbəqədə olacaqlar. Amma onların cəhənnəmi çəkdiklərinin tanınmaları üçün dediyimiz kimi alınlarında işarələr olacaq ki, qoy cənnətdə cəhənnəmə düşənlər, cəhənnəmə düşməyənlər seçilsin. Amma fəqət Kərbalada imamı qətlə yetirməyə hazır olanlar qiyamətdə əbədi olaraq cəhənnəmə düşəcəklər. Onlara nicat verilməyəcək. Çünki bunu İmam Hüseyin əleyhissalam Allah Teala'dan Kərbalada istəyərək irəlidəki sözü buyurdu. Yəni buyurdu, Xudaya, əbəda, yəni heç bir vaxt bunları bağışlama. Və o ki dedi, yer üzündə bunlardan bir əhd, yəni bir adam belə qoyma. İmamın bu duası da müstəcəb olub. Həccac İbni Yusifi Allah Teala onlara müsəllət etdi. Belə bir qan içən tarixdə olmayıb. İrəlidə bu barədə sizə azca da olsa məlumat vermişəm. Həccac İbni Yusifin Kufə əhlinə verdiyi cəzaları bilmək istəyənlər mənim irəlidə olan 948-ci söhbətimə qulaq assınlar. Xülasə-i kəlam, Həzrət qanın alnından axmasına baxmayaraq qəzəblənən şir kimi o məlunlara həmlə elədi. Hər kəsə ki yetişirdi, cəhənnəmə vasil edirdi. Hər tərəfdən ki ox gəlirdi,
mübarek boğazına ve sinesine kabul edirdi. Ve rivayet meclisi merhum o kadar o mazlumdan, o ağamızdan, onun yaralarından kan aktı ki o büzürcüvara, yani o büyük şahsiyete zayıflik bedeni şerifinde emele geldi. Bir kadar dayandı ki rahat olsun. Naca düşmanlardan biri bir daş attı. Hazreti Mübarek alnına deyip kan başladı akmağa. Hazret istedi ki əbasının ya qəbasının ətəyi ilə qanını silsin. Bir üç pərli zəhərə bulanmış ox gəlib Həzrətin mübarək ürəyinin başından dəyib, oxun başı daldan çıxdı. O zəhərin təsiri Həzrətin ürəyinə işlədi. Həzrət özündə ölüm əsəri görüb buyurdu. Bismillah ve billahi ve ala millete Resulillahi. Yani Allah'ın adı ile ve Resulü Xudanın təriqəsi ilə dünyadan gedirəm. Həzrət oxu daldan çəkdi. Bu vaxt qan su kimi axmağa başladı. O məzlum ağa mübarək əlini o qan ilə dolduraraq göyə tərəf atırdı. Ve mübarek yüzüne sakkalı şerifine sürtürdü ve deyirdi, öz kanıma boyanmış halda cəddim peygamberin huzuruna gedib cəddimə ərz edəcəyəm, ya Resulallah. Falan ve falan melunlar beni öldürdüler. Ondan sonra Huli İbni Yezid Əsbəhi melun Hazrete bir ox attı. O Hazretin mübarek boğazının çukurundan deyip Hazretin boğazını deveni nehr eden kimi, yani kesen kimi o şekilde Hazretin boğazını kesti. Hazretin mübarek boğazından o kadar kan gitti ki o mazlum ağa dəxi atının üstünde dayanabilmedi. İstedi attan yıkılsın. Hazretin atı Zülcanah anladı ki ağası yere yıkılır. Bərəvət kitab Müftah və Nicat el-Xafiqin ərz eylədi. Ey mənim ağam, mən yaralı, qana bələşmiş, mənə suvarsan. Yəni məni minmisən, səndən təvəqqə edirəm ki, və sənə çox ümidvaram ki, qiyamətdə də mənə suvar olarsan. Hazret ona vədə elədi ki, qiyamətdə də ona suvar olacaq. Və rəvayət Kənzül Qəraib, Zülcana qabaq əllərini qabağa və ayaqlarını dal tərəfə verərək, o qədər ki, Zülcanahın qarnı yerə dəydi, aram ilə o yaralı ağanı yerə saldı. O Hüccətullahül Kəbri mübarək sağ üzü üstdə səcde-i şükür qərarı ilə yerə düşüb bihuş oldu. Sonra durub əyləşdi və mübarək əli ilə oxu çəkdi və iki əli ilə qanı tuturdu və qanı məhas-ı şərifinə və mübarək başına yaxırdı. Sonra Həzrətə zəiflik daha da çox təsir edib ağa yenə bihuş oldu. Elə ki bihuşluqdan və qəşkidən ayılanda, yani gözüne ışık gelende istedi dursun, yine dava eləsin ama mümkün edebilmedi. Odur ki Hazret bir ucadan səsləndi, ya qəriblik, vay susuzluq, vay köməyin azlığı, vay ki məzlum ölürəm və halın ki mənim cəddim Muhammed el-Müstəfadır. Susuz mənim başımı qoç kimi kəsirlər. Və halın ki, mən Əliyyül Mürtəza oğluyam və bir hürmət olub quru yerlərdə günlər qabağında can verirəm. Və halın ki, mən Fatime-i Zəhra balasıyam. Sonra yenə Həzrətə qəşki ariz oldu. Bəzi xəbərdə Həzrət o halda 3 saat qədəri üzü üstə qaldı. Və qoşun o Həzrətin öldürülməsində
heyran qalmışdılar ki, aya Həzrət ölüb ya sağdır. Bənabər rəvayət Miftahul Buka elə ki o buzurgüvar qəşşidən huşa gəldi, gördü bir ahu Həzrətin başına dolanır. Həzrət buyurdu, nədən ötəri gəlibsən? Ahu dedi, bir qədər bundan irəli mənə susuzluq qalib gəldi. Gəldim Fərat kənarına ki, su içəm. Gördüm bir sürü ahu Fəratın suyunun qırağına gəliblər. Suya baxıb ağlayırlar. Amma su içmirlər. Və deyirlər, vay susuz ölən ağa. Vay üryan meydanda düşən ağa. Elə ki, mən onlardan bu sözü eşitdim, dedim, mən Peyğəmbərin azad kərdəsiyəm. Bu susuz ölən və şəhid olan da mənim ağamdır. Onlar susuz şəhid olanın Peyğəmbər balası və Əli oğlu Hüseyin olmasını mənə xəbər verdilər. Mən ki bu məhləvdən xəbərdar oldum, sürət ilə sənin xidmətinə gəldim ki, yaxşı şirin sütün var. Gəldim ki, meyl edib içəsən. Çünki ağa bilirdi ki, ahunun balası səhrada analarını gözləyirlər. Odur ki, o mədəni rəhim və mürüvvət ahunun balalarına rəhmi gəlib. O ahuya, yəni ceyrana dedi, ey ahu, balam müntəzirdir. Gözü yoldadır, get balığın yanına. Əla ləqənətullahi ələl qəvmiz zalimin.